Biabırçılıq. Biabırçılığın konkret pik həddi. Bəzi ginekoloqların videoları çıxır qabağıma. Əyibdir, bu reklam deyil. Bu həqiqətən biabırçılıqdır. 11 ayda ailə həyatı qurub, yəni qızla oğlan münasibət qura bilmirlər. Bax, mənim indi danışdığım şeylər də biabırçılıqdır əslində. Çox üzr istəyirəm hər kəsdən, ən əsaslı kişilərdən, üzüm ayağınızın altına. Məcbur oldum, day. Adam belə şeyləri çəkib göstərməz. Heç bir peşəkar ginekoloq, savadlı ginekoloq belə şeyləri çəkib reklam eləmir özünə. Hamının ginekoloqu var. Qızların üzünü bağlayırlar, yəni göstərirlər, qız danışır. Qız hələ suallar verir. Necə olur? Necə münasibətdə ola bilmirsən? 6 ayda ürəyim əsir, nə bilim, haram əsir. Bəsdirin də. Problemləriniz var, gedin problemlərinizi həll elətdirin. Kimisə problemini həll edin, kimisə şəxsi həyatını çəkib göstərməyin. Kişilərdən əyibdir, kişilərdən. Arzu xanım, sizin gördüyünüz işlər, yəni teleaparıcı kimi, bir jurnalist kimi, onlar alqışlanasıdır. Həmişə gözəl bir mövzulara toxunursunuz, gözəl bir mövzuları müzakirə edirsiniz. Bunları qoyduq qırağa, alqışlayıram sizi. Bu mövzuda da mən sizə şəxsən əhsən deyirəm ki, elə bir mövzuya toxunmusunuz ki, mən şəxsən o milli dəyərlərin qorumağı ilə bağlı mübarizə aparan sosial şəbəkə istifadəçisi kimi mən sizə dərin minnətdarlığımı bildirirəm. Bu ginekoloqlara səslənirəm. Hansı ki, məlum məsələdir. Hər bir kişi istəyər ki, hər bir ata istəyər ki, o qızına təhsil versin. Bugünkü gün oğlandan çox qıza təhsil vermək lazımdır ki, sabahsı gün ailə həyatıdır. Olmaz elə iraq olsun. Onlar belə, heç olmasa ən azından təhsili üzrə getsin, işləsin, bir ailəsini, balasını saxlasın, belə deyək. Yəni ona görə qız uşağına təhsil vermək daha vacibdir. Buradan da bütün ağıllı başlı oxuyan qız uşaqlarına uğurlar arzulayıram. Söhbət nədən gedir? Buna təhsil verən ata, buna təhsil verən, deyək ki, qardaş, bu təhsilli evində saxlayan kişi, bu təhsilliləri belə deyək də, ginekoloqlar, saxlayan kişi, bunların cəmlərini niyə tüpürmür ki, ay arvad, ay bacı, ay nə bilim, ay qızım, bu nə qələtlər deyirsiniz? Mən birbaşa qələt deyirəm. Hansı ki, sözüm ümumi ginekoloqlara deyil, onun bunun paçasını, üzr istəyirəm hamıdan ifadəmə görə, onun bunun paçasını aralayıb, orada elə bir ki, bir mövzə deyir, əstağfurullah, elə bir nəsə bir, hansısa bir konstitusiyadan danışır, əstağfurullah, nə bilim, nədən danışır, paçasını belə, üzr istəyirəm ifadəmə görə, mən sadəcə əsəbləşirəm onlar görəndə. Paçasını aralayıb oturub orada qəzəl danışır. Sənin mərfətin, qanacağın, abırın, həyan hardadır? Mən həmişə demişəm, bu ginekoloqlar, hansı ki, sosial şəbəkədə belə hoqqa verən ginekoloqlar var, bunlar birbaşa cəmiyyətin düşmanıdır. Buraya körpə uşaqlar girir, cavan uşaqlar girir, cavan oğlan uşaqları girir. İndi qız uşağı deyək ki, bu ginekoloji üzr istəməyən kimi mən heç yaraşmaz bu barədə söhbət eləmək. Sadəcə abır həyam qalmayıb. Məni kimi də minlərlə kişinin bura girən. O qız uşağı deyək ki, anası ilə müəyyən bir ginekoloji, bioloji məsələləri, yəni ki, bilmədiyini öyrənir. Və bu oğlan uşağı nə fikirləşir? Oturub qulaq asacaq ki, bu savadlı qızın dediyinə qulaq asın mən. Biraz abır həyanız olsun, biraz mərfətiniz olsun, qanacağınız olsun. Siz Azərbaycanlısınız. Mən bilmirəm, siz o universitetdə, Media İnstitutda nəyi oxumusunuz? Sizə orada Kamasutra dərsi keçiblər, yoxsa nə keçiblər? Sizə deyiblər ki, gedin bu cinsi məsələləri müzakirə edin və sosial şəbəkədə paylaşın. 5 manat pulu normal qazanın. Cəmaatın əxlaqını pozub, millətin milliliyini pozub pul qazanacaqsa haramınız olsun o. O çörək sizin haramınız olsun. Əgər bu cəmiyyəti pozmaqdırsa məqsədiniz, bu milli dəyərləri qoruyan bir Azərbaycan oğlu kimi mən sizə halallıq vermirəm. Çünki mən də evlad böyüdürəm. Məni kimi digər də evlad böyüdür. Abır həyanız olsun. Başa düşmürəm, biri gedir, kafe, restoran açır, oranı eləyir xana. Biri ginekoloqdur, orada lütləndirir, eləyir oranı xana. Nə bilim, hər bir şey 5 manat çörəyə görə nə hoqqalar çıxardırsa, abrınız həyanız olsun, mərfətiniz olsun. Və bir də o paçasını ifadəmə sadəcə əsəbləşirəm. Ona görə bu sözləri dəfələrlə istifadə edirəm ki, bəlkə utansınlar, bəlkə abır həyaları olsun, bəlkə utansınlar o sözümdən. O paçasını aralayıb sifətini göstərməyənlər var, müştəri qismində gəliblər, orada video çəkilir. Onları mən dəvəquşuya oxşadıram. O dəvəquşu başını soxur yerə, bütün hər yeri çöldədir. Yəni fərqi nədir? Bir qadın ayağını aralayıb hər şey çöldə qalıbsa, başı görünmürsə, fərqi yoxdur. O elə qeyrətini tullamışdı. Yəni ki, fərq eləmir də. Bu mənə çatmır da. Bu mən sifətimi ya smalik qoyum, bədənim çöldə qalsın. O bəzilər statuslar paylaşır, videolar paylaşır və sifətini örtür, bədən çöldədir. Nə məsələdir? Bax, bir abır həya, bir Azərbaycan qadını bilirsiniz nə deməkdir? Azərbaycan qadını bilirsiniz nədir? Mən ümumi şamil eləyirəm kimlərə? Hansı ki,
gedirlər, ali təhsil alırlar və başlayırlar özlərini ağıllı göstərirlər. Bunlar artıq müasirdirlər. Bunlar artıq hər bir şey eləyə bilərlər. Ay ginekoloqamsa lütləndirə bilərəm cəmaatı, bu ginekologiyadan danışmalıyam cəmiyyətin içində, qadınların abrını tökməliyəm çölə və yaxud da məsəl üçün psixoloqam, özümü ağıllı sayım, başlayım cəmiyyətdə ya ateizmi təbliğ eləyim, ya boşanmanı təbliğ eləyim. Nə digər bu qadınlarda var, təzə bu müasir bəziləri var ki, hansı ki gedirlər bir dənə 4 il institut oxuyurlar, bunlar hər bir şey eləyə bilərlər. Milli dəyər unuduldu, nə bilim qeyrət namus unuduldu. Bunlar avropalaşıblar, bunlar müasirləşiblər. Yəni o insanlara vurğulayıram və səslənirəm. Ağlınızı yığın başınıza. Bura Azərbaycandır. Qeyrətlilər anaların, bacıların ölkəsidir. Qeyrətli ana bacıların ölkəsidir. Başı bağlı, başından oğlu şəhid olandan başından o şalı açmayan anaların ölkəsidir bura. Yəni sizin üçün bura digər Avropa ölkəsi deyil. Millətin qeyrətinə toxunmayın. Öz 5 manat çörəyinizə görə haram olsun. Əgər o 5 manat çörəyi qazanıb milləti pozacaqsınızsa. Arzu xanım, bir daha dərin minnətdarlığımı bildirirəm. Gözəl mövzuya toxunmusunuz. Mən şəxsən mənə yaraşmazdı bir ginekoloq haqqında bu məsələlərlə bağlı bir kişi olaraq yaraşmazdı. Sadəcə məcbur olub Arzu xanıma dəstək kimi bu mövzuya toxundum. Allah xalqımızı, dövlətimizi qorusun. Allah bu xalqın qeyrətini qoruyan qadınlarımızı qorusun. Var olun Azərbaycan xalqı.